Salam və hörmətli dəyərli izləyicilərimiz, istipol xətləri, radiatorları, bütün sistemin yuyulmasıdır. Uzun məsafə olan istipolun yuyulması kimə müraciət etmək lazımdır? Məhərrəm usta, 1 nömrəli kombi ustasına. Burada gördüyünüz kimi istipoldur, restorandır. İstipol yaxşı qızmadığına görə Məhərrəm ustaya müraciət edirlər. Uzun məsafə olduğuna görə hətta biz rasiyalardan istifadə edirik ki, orada kollektor sistemini aç, bağla. Həmişə rasiyalardan istifadə edirik. Gəlin göstərdim, gəl. Gördüyünüz kimi qoşulmuşuq buradan kollektora. Üstü aparat vasitəsilə qoşulmuşuq. Buradan xətləri yürüb. Orada da kollektorumuz var. Məsəl üçün buradan rasiya ilə çağıracaq ki, orada radiatorun birini bağla, o üstünə də at. Oldu usta. Aydındır. Görürsünüz, bax, buradan qoşuruq radiatorları. Hamısını buradan istifadə qaydalarında baxmışıq. Baxın. Palçıq gəlir. Bildiyim palçıq. Palçıq gəlir ha. Vay, bildiyim palçıq. Sən vurun, baxar. Yan. Tam nezdən qırışıqla vuracaq. Qabon qapağına. Yavuş girdi. Geldi. Tamam, tut oraya. Sal aşağı. Yuvarı sonra. Geldi de. Gördüğünüz kimi bu istipoldu, uzun restorandı. Panoraması da qəşəng, dəniz qırağı. Otur burada qəşəng. Vur, ye, iç, keyf elə. Gəldik. Bax, bizdə kollektor sistemi burada da var. Çünkü biz rasiyalardan niye istifadə edirik? Oradan bura məsafə uzun olduğuna görə ustanın biri oturup burada və rasiyanın orada ona deyirlər, aç, bağla. Aydın usta. Bu da onun elə bir yüngül nəticəsidir hələ bu. Ona bax. Parmağıma bax. Böyle bir şey var, palçıqdır bütün buralar. Görürsən. İçindəki bax zirzibil də gəlir, görürsən. Orada. Böyle şeyler gəlir. Hamısı. Hələ bu vedrəyə tökülən ilkdir də, birincidir. O gör nə qədər sistemə gedir. Hamısı palçıqdır, görürsən.